Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Uşaqlar, bugünkü dərsimiz olacaq dünyanın kənd təsərrüfatı. Deməli, kənd təsərrüfatı maddi istehsalın ən qədim sahələrindən biridir. Aydın məsələdir ki, insanların həm gündəlik qida tələbatını ödəmək üçün, həm də yüngül sənayenin bəzi sahələrini xam malla təmin etmək üçün ən vacib sahələrdən biridir. Və iki forması var. Əmtəlik, bir də istehlak tipli. Əmtəl sözünün yəqin ki, mənasını bilirsiniz. Satış üçün nəzərdə tutulan deməkdir. Əgər bir məhsul satış üçün nəzərdə tutulubsa, bu keyfiyyətinə görə daha keyfiyyətli olmalıdır, daha məhsuldar olmalıdır. Bu mənada daha keyfiyyətli, daha məhsuldar sortlar, cinslər inkişaf etmiş ölkələr üçün daha çox xarakterlikdir. Ona görə əmtəlik tipli kənd təsərrüfatı deyəndə biz əsasən inkişaf etmiş ölkələri nəzərdə tutacağıq. İkinci, istehlak tipli isə gündəlik istifadə üçün nəzərdə tutulan məhsullardır. Bunlar adətən daha az məhsuldar, daha keyfiyyət baxımından aşağı məhsullar olduğu üçün daha çox yerli tələbatı ödəmək üçündür və bu əsasən inkişaf etməkdə olan ölkələr üçün xarakterlikdir. Agrobiznes anlayışı var. Mən biraz sürətlə danışacağım ki, burada dərsin sonunda bəzi testlər var, onların izahına da çata bilək. Agrobiznes aydın məsələdir ki, agro, kənd təsərrüfatı, biznes, ticarət əlaqələri, kənd təsərrüfatı, ticarət, sənayenin birləşməsi agrobiznes adlanır. Bu kobud şəkildə belədir. Amma ümumi halda nə deyir? Agrobiznes kənd təsərrüfatı məhsulunun istehsalı, amma tək istehsalla kifayətlənmir. İstehsalı, emalı, artıq keçdik sənayeyə, yeyinti və ya yüngül sənaye, ambarlarda saxlanması, daşınması, satışı, həmçinin bu sahə üçün maşın və gübrələrin istehsalının ümumi halda hamısı agrobiznes təşkil edir. Gördüyünüz kimi agrobiznes sıx və geniş bir sahə olduğuna görə bu daha çox inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Qeyd eləmişəm, əksər inkişaf etmiş ölkələrdə xüsusiyyət, əsas inkişaf etmiş ölkələr üçün əlamətdardır və ümumiyyətlə agrobiznes əsasən inkişaf etmiş ölkələr üçün xarakterlikdir, amma kənd təsərrüfatı dünyanın bütün ölkələrində bu və digər formada inkişaf elətdirilir ki, bunun da iki əsas forması var. Polikultur, bir də monokultur. Eynən sənayedə olduğu kimi, sənayedə polisentrik, monosentrik hansı mənanı ifadə edirsə, kənd təsərrüfatında eyni qaydanın. Polikultur çox sahəli, daha geniş ixtisaslaşma sahəsini özündə göstərir. Aydın məsələdir ki, bu inkişaf etmiş ölkələr üçün xarakterlikdir. İnkişaf etməkdə olan ölkələrdə isə bu monokultur formada, yəni bir neçə sahə üzrə ixtisaslaşır ki, bunu biz inkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatını aydın şəkildə görürük. Deməli, hələlik inkişaf etmişlə inkişaf etməkdə olan ölkələr haqqında nə demişik? Əmtəlik və polisentrik inkişaf etmiş ölkələrdə, bir də agrobiznes, inkişaf etməkdə olan ölkələrdə isə istehlak tipli və monosentrik. Uşaqlar, dünyanın kənd təsərrüfatında çalışanların payıdır bu xəritədə. Əvvəla onu deyim ki, əhalinin sayının durmadan artması kənd təsərrüfatına məhsullarına olan tələbatı təbii ki artırır. İstər qidaya olan tələbat, istər yüngül sənaye olan tələbatın artması insanları çox düşündürürdü. Keçən əsrin əvvəllərdə, təxminən 20-30-cu illərdə ilk dəfə yaşıl inqilabdan istifadə olundu. Yaşıl inqilab nə idi? Yaşıl inqilab müxtəlif gübrələrdən istifadə etməklə, kimyanın kənd təsərrüfatının tətbiqi ilə daha məhsuldar, daha çox məhsul əldə olunmasıdır. Düzdür, bu bir mənada müsbət təsir göstərdi, məhsuldarlıq artırdı, amma bir mənada da suvarmanın düzgün tətbiq olunması, gübrələrdən düzgün istifadə olunmaması mənfi problemlər də, mənfi nəticələr də gətirib çıxartdı və yenə də tam tələbatı ödəyə bilmədi. Hazırda kənd təsərrüfatında iki istiqamət üzrə inkişaf gedir. Bir orqanik, bir də genetikası modifikasiya olunan məhsulların istehsalı. Orqanik nədir? Orqanik tam təbii deməkdir. Orqanik məhsulların istehsalında süni gübrələrdən filan istifadə olunmur, yalnız təbii gübrələrdən və ancaq deməli deyək ki, bitki mənşəli gübrələrdən istifadə olunur, heyvan mənşəli gübrələrdən istifadə olunur, kimyəvi qətldə istifadə olunur. Bu mənada onlar məhsuldarlığı nisbətən daha aşağı olur, zərərvericilərə qarşı daha az dözümlü olurlar. Ona görə daha tez xəstələnə bilir bu bitkilər. Ona görə dünya miqyasında bunların miqdarı az olsa da, amma çox qiymətli, çox vacibdir. Dünyanın bəzi ölkələri ümumiyyətlə genetikası modifikasiya olan məhsullardan imtina ediblər.
və əsasən Avropa ölkələri, inkişaf etmiş ölkələr orqanik məhsullardan istifadə edir. Dediyim kimi orqanik məhsulların üstünlüyü çoxdur. Mənfi tərəfi isə odur ki, çətin əmələ gəldiyinə görə daha maddi tərəfdən daha bahalı olur. Bu ki, qaldı genetikası modifikasiya olunan məhsullar. Bu məhsullardan daha çox istifadə olunur. Əhalisinin sayı çox olan, tələbatı böyük olan ölkələrdə, inkişaf etməkdə olan ölkələr, məsələn Çin kimi ölkələrdə genetikası modifikasiya olan məhsullardan daha çox istifadə olunur. O ki, qaldı bu xəritəyə. Bu xəritədə biz kənd təsərrüfatında çalışanların ümumi əhali üzrə faizini, məşğulluq faizini görə bilirik. Gördüyünüz kimi Afrika, Asiyanın Cənub-Şərqi Asiya hissəsində, Cənubi Asiya hissəsində, Şərqi Asiyada əhalinin kənd təsərrüfatında çalışma payı daha yüksəkdir. Ümumiyyətlə, əhalinin payının yüksək olması bu demək deyil, onlar daha çox məhsul əldə edirlər. Yox. Məsələn, Afrika ölkələrində çalışanların sayının çox olmasına baxmayaraq, onlar öz tələbatını tam ödəyə bilmir. Çünki onlarda məhsuldarlıq aşağıdır. Nisbətən daha məhsuldar sortlardan, cinslərdən istifadə edən Qərbi Avropa, Amerika, Şimali Amerikada isə baxmayaraq ki, daha az insan bu sahədə çalışır, əhalinin tələbatını əsasən ödəyir, hətta dünya bazarına da məhsul ixrac edə bilirlər. Bu da bənzər bir qrafikdir, dediyimlə bağlı. Agro sənaye kompleksi. Agrar sənaye kompleksi. Nə demək? Əhalinin ərzaq məhsulları və gündəlik tələbatını ödəyən külli miqdarda sahələr daxildir bunun agro sənaye kompleksinə. Agro sənaye kompleksinə bitkiçilik, heyvandarlıq və yeyinti sənayesi üçün çox mühüm əhəmiyyət kəsb edir. Burada həm də kənd təsərrüfatına xidmət edən, kənd təsərrüfatının özü üçün, kənd təsərrüfatının məhsullarını emal edən müəssisələr daxildir. Deməli, kənd təsərrüfatının inkişafının iki forması var: intensiv və ekstensiv. İntensiv adından da məlum olduğu kimi daha sürətli bir inkişafdır. Sürətli inkişaf üstündə artıq biz etinin xüsusiyyətlərindən istifadə etməliyik, kimyalaşmadan və digər. Ona görə belə deyirik. İntensiv kənd təsərrüfatı ərazini genişləndirmədən, malqaranın sayını artırmadan olan inkişafdır. Ərazini genişləndirmədən, malqaranın sayını artırmadan. Bəs necə olur, hansı formada olur? Biz etinin artıq xüsusiyyətlərindən istifadə edirik və daha məhsuldar cinslər, sortlardan istifadə olunur. Təbii ki, bu maliyyə və elm tələb etdiyinə görə inkişaf etmiş ölkələr üçün xarakterlidir. Deməli, sual verər, intensiv kənd təsərrüfatı hansı ölkələr üçün xarakterlidir? İnkişaf etmiş ölkələr. Bundan qabaq nələr demişdik? Bir də təkrar deyirəm. Deməli, əmtərlik, agrobiznes, polisentrik, intensiv. Bunlar inkişaf etmiş ölkələr üçün. İnkişaf etməkdə olan ölkələr üçün istehlak tipli, monosentrik, bir də ekstensiv kənd təsərrüfatı. Ekstensiv nədir? Ekstensiv isə sadə bir formatda ərazini genişləndirərək, malqaranın sayını artıraraq olan inkişaf adlanır ekstensiv. Təbii ki, inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Bu genetikası modifikasiya olan məhsullar bayaqlar danışdığım kimi coğrafiyasının getdikcə dəyişməsi və onu da deyim ki, artıq genetikası modifikasiya olan məhsulların coğrafiyası getdikcə artır. Bu da əhalinin çoxalan tələbatı ilə bağlıdır. Növbəti slaydımızda bizim deməli ümumi heyvandarlıq və bitkiçilik üzrə kənd təsərrüfatının paylanmasıdır. Aydın məsələdir, kənd təsərrüfatının iki vacib sahəsi var: heyvandarlıq və bitkiçilik. Heyvandarlıq daha az əmək tələb edir və təbii şəraitdən nisbətən daha az asılıdır. Əsasən inkişaf etmiş ölkələr üçün xarakterikdir. Əkinçilik isə əksinə inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Çünki bu daha çox əmək ehtiyatları tələb edir, daha zəhmətli, çətin bir sahə olduğuna görə bu daha çox inkişaf etməkdə olan ölkələrdə yayılır. Amma burada istisnalar var, xüsusi hallar var, onlar deyim sizə. Hansıdır xüsusi hallar? Deməli, dedim ki, heyvandarlıq əsasən inkişaf etmiş ölkələr üçün xarakterikdir. Amma bəzi kənd təsərrüfatı üçün, kənd təsərrüfatının əkinçilik sahəsi üçün əlverişli şəraiti olmayan dağlıq ölkələr var ki, onlarda da heyvandarlıq olur. Məsələn, Peru, Çili, Boliviya, ondan sonra Monqolistan, bunlar da inkişaf etməkdə olan ölkələrdir. Amma bunlarda da heyvandarlıq üstünlüyü təşkil edir. Bunun əksi də var. Dediyim kimi, əsasən inkişaf etməkdə olan ölkələrdə əkinçilikdir. Amma bir neçə inkişaf etmiş ölkə var ki, onlarda da əkinçilikdir. Bura Cənubi Avropa ölkələridir. Portuqaliya, İspaniya,
Yunanistanı misal göstərmək olar. İtalyanı, üstə gəl, bir də Yaponiyanı qeyd etmək olar. Bu ölkələrdə aqroiqlim ehtiyatlarının əkinçiliyin inkişafına kifayət qədər imkan verməsi bu ölkələrdə əkinçiliyin inkişaf etməsi ilə nəticələnir. Davam edək. Deməli, bugün ancaq bitkiçilikdən danışacağıq. Heyvandarlığı yox, ancaq bitkiçilik. Bitkiçilik də bitkiləri 3 yerə bölüb öyrənmək daha rahat olar mənə nə gəlir? Dənli bitkilər, şəkərli bitkilər, lifli bitkilər. Dənli bitkilər ümumi halda taxıl bitkilər də demək olar. Burada buğda, qarğıdalı, çəltiyi qeyd etmişəm, amma təbii ki, burada siyahını daha da uzatmaq olar. Darı, arpa və digər sovqlar və digərlərini yazmaq olar. Məsələ burasındadır ki, mən dünya bazarına daha çox çıxarılan və beynəlxalq iqtisadi əlaqələrdə daha mühüm əhəmiyyət kəsb edən bitkiləri yazmışam, dənli bitkiləri, buğda, qarğıdalı, çəltik, şəkərli bitkiləri yazmışam, şəkər qamışı, şəkər çoğunduru, lifli bitkiləri isə pambıq, kətan, cut. İndi baxaq birinci dənli bitkilər haqqında. Aha. Burada ümumi məlumat vermişik bitkiçilik haqqında və dənli bitkilərdən başlayaq. Taxıl. Taxıl dünyanın əksər ölkəsində əkilib becərilir və əsas növləri bayaq slaydda qeyd etdiyim kimi buğda, qarğıdalı, bir də çəltikdir. Buğda aqroiqlim ehtiyatlarına az tələbkardır. Bu deməkdir ki, iqlim şəraiti burada elə də mühüm əhəmiyyət kəsb etmir. Həm subekvatorial, həm tropik, həm subtropik, əsasən mülayim qurşağın müxtəlif ərazilərində buğda əkilir və becərilir və dünyada əksər ölkələrin əsas qidasını təmin edir. Düzdür, aqroiqlim ehtiyatlarına tam çox tələbkar deyil, amma xüsusilə çöl, meşə çöl zonasında, tün şabaldı, qara torpaqlar altında buğda daha məhsuldar olur. Bu mənada buğda əkinlərinin daha geniş yayıldığı düzənliklər bizdən soruşsa, məsələn, Şimali Amerikada olan böyük düzənliklər, mərkəzi düzənliklər, Cənubi Amerikada La Plata ovalığını, Rusiyada, Qazaxstanda çöl zonasını, Şərqi Avropa düzənliyi qeyd etmək olar ki, bu ərazilərdə məhsuldarlıq baxımından daha çox fərqlənir. Dünyada ən çox buğda əkən ölkələr, əsas buğda istehsalçıları. Təbii ki, birinci Çin, gəlməlidir əhalisinin sayına görə ABŞ, Hindistan, Rusiya, Fransa kimi ölkələr. Amma ixracatçı deyəndə burada artıq vəziyyət dəyişir. Burada Çini, Hindistanı ixracatçı kimi götürə bilmərəm. Əsas buğda ixracatçıları ABŞ, Kanada, Avstraliya, Fransa, Argentina. Bunları yaxşı yadda saxlayaq. Deməli, əsas buğda ixracatçıları oldu ABŞ, Kanada, Avstraliya, Fransa, Argentina. Əsas idxalçılar, buğdanı alanlar isə Afrika, Asiya, Latin Amerikasının bəzi ölkələr, eləcə də Qərbi Avropa ölkələri, Yaponiya. Qərbi Avropa, Yaponiya ölkələri əsasən aldıqlarının əksəriyyətini yem bazası üçün heyvandarlığa, digər geridə qalmış ölkələr isə əhalinin qidasını təmin etmək üçün alır. Bax, bu buğda ilə bağlı əsas deyiləcək sözlər. Bu da buğdanın yayıldığı ərazilər. Çəltik, yəni düyü. Çəltik buğdadan fərqlənir nə mənada? Əvvəla, çəltik buğdadan ona görə fərqləndirirəm ki, çəltik aqroiqlim ehtiyatlarına daha çox tələbkardır. Söhbət nədən gedir? Daha rütubətli, daha isti əraziləri sevir. Eyni zamanda buğdadan fərqli olaraq daha çox əmək tutumludur çəltik və bu mənada isti, rütubətli ərazi filan buğdadan görünüş çox fərqlənir. Ona görə onun coğrafiyası kiçikdir. Əsasən Cənub-Şərqi, Şərqi Asiyada, eyni regionda əkilir, becərilir. Demək olar ki, satışın da böyük bir hissəsi bu ölkələrdə dövr edir. Amma dünyanın digər ölkələrində də, elə ABŞ-da da var, Latin Amerikası ölkələrində, Afrikada və s. Amma əsas coğrafiya dediyim kimi, Cənubi, Cənub-Şərqi, Şərqi Asiyada. Ərazi olaraq buğdadan 2 dəfə az olsa da ümumi məhsuldarlıq demək olar buğdaya bərabərdir. Səbəb aqroiqlim ehtiyatları elədir ki, ildə 2 dəfə məhsul götürməyə imkan verir. Ona görə belə ərazilərdə buğdadan az olsa da ümumi məhsuldarlıqla gəlib buğdaya çatır. Çəltiyin deməli əsas istehsalçıları Çin, Hindistan, İndoneziya, Tayland, gördüyünüz kimi Cənub-Şərqi, Cənubi, Şərqi Asiya ölkələridir. Əsas ixracatçıları Tayland, Vyetnam, Myanmar, əsas idxalçılar elə həmin region Bangladeş, Malayziya, Singapur. Bu regionda əkməyən demək olar bir Singapurdur, o da sahəsi kiçik olduğuna görə yaxın qonşu ölkələrdən çəltik alır.
Qarğıdalı. Qarğıdalının vətənin mərkəzi Amerikadır. Bu hansı suallarda qarşımıza çıxa bilər? Məsələn, suallar var ki, yeni dünyadan köhnə dünyaya gətirilən məhsullar, onlardan biri də təbii ki, qarğıdalıdır. Burada pomidor, kartof və digərlərini qeyd etmək olar. Vətənin mərkəzi Amerikadır və qarğıdalıdan daha çox inkişaf etmiş ölkələr, yem bazası kimi inkişaf etməkdə olan ölkələr isə, xüsusilə Afrika ölkələri isə əhalinin qidasını təmin etmək üçün istifadə edirlər. Dünyada qarğıdalının ən çox satan, ixrac edən ABŞ, Argentina, CAR, ən çox idxalçıları isə Avropa ölkələri, bir də Yaponiyadır. Yadda saxlayıram, əsas qarğıdalı ixracatçıları ABŞ, Argentina, CAR. Dənli bitkilər kifayətdir. Keçək ümumi halda texniki bitkilər. Texniki bitkilər deyəndə sənayedə emal oluna bilən bitkilər texniki bitkilərdir. Texniki bitkilərə lifli bitkilər, şəkərli bitkilər, yağlı bitkilər və digər bitkilər misal göstərmək olar. Gəlin indi bunları ara-arada danışaq. Başlayaq lifli bitkilərdən. Pambıq. Pambıq qəbul imtahanlarında, sınaq imtahanlarında ən çox düşən bitkilərdən biri olmaqla yer səthinə geniş yayılıb. Pambıq isti və quru iqlim şəraitində, bir də suvarma şəraitində bitən, becərilən bitkidir. Əsasən tropik, subtropikin quru iqlim şəraitinə malik olan ərazilərində əkilir, becərilir. Əsas istehsalçıları Çin, ABŞ, Hindistan, Özbəkistan, Pakistan, Braziliya, Meksika, Avstraliya, Türkiyə, Misir, Sudan kimi ölkələrdir. İxracatçıları elə həmin ölkələr demək olar. Misir, Sudan, Özbəkistan, Türkmənistan. İdxalçılar isə Avropa ölkələri və Yaponiya. Avropa ölkələri və Yaponiyadan da aqroqlim ehtiyatları imkan vermir bu pambığın becərilməsi üçün və ona görə tələbatı ödəmək üçün digər ölkələrdən alırlar. Afrikada Misir, Sudanı yadda saxlayın. Cənubi Amerikada Braziliya, Şimali Amerikada ABŞ özü. Əsas da Asiyada əkilir, becərilir. Mərkəzi Asiyada bu arada Azərbaycanı da qeyd etmək olar. Kətan. Kətan mülayim qurşaq bitkisidir. Mülayim qurşaqlı xüsusilə Şərqi Avropa düzündə əkilir, becərilir. Əsas istehsalçıları Rusiya, Ukrayna, Polşa, Almanya, Belarus, Kanada. Yəni bu mülayim qurşaqda yerləşən ölkələrdir. O ki qaldı cut. Cut isə Cənubi Asiyada əsasən Hindistan, Pakistan, Bangladeş xüsusilə fərqlənir Hindistan və Bangladeş cut istehsalına görə. Bu isti rütubətli ərazilərdə bitən bir bitkidir. Aha. Lifli bitkilər bitdi. Keçək indi digər bitkilərə. Məsələn, çay. Çay rütubətli tropik və subtropik. Bax, tropik və subtropikdə və ya pambıq dedim. Amma quru tropik, subtropikdə. Onun rütubətli hissəsində isə çay əkilir, becərilir. Eyni zamanda subekvatorial ərazilərdə və hətta ekvatoriala qədər çay əkmək mümkündür. Əsas becərilmə rayonları Asiyadadır, xüsusilə Hindistan, Çin, Şri-Lanka ən vaciblardır. İndoneziya, Türkiyə, İran, Kenya, Azərbaycanın Gürcüstanını qeyd etmək olar. Əsas çay əkilən ərazilər. Çayın ixracatçıları Hindistan, Çin, Şri-Lanka, İndoneziya və s. Əsas alanlar isə Avropa ölkələridir. Çin yaşıl çay istehsalına görə lider ölkədir. Tütün. Vətəni və əsas istehsalçıları Mərkəzi Amerika ölkələridir. Bayaqlar dediyim kimi, deməli, yeni dünyadan gətirilən bitkilərdən biri də tütündür və ABŞ, Kuba, Meksika, Kolumbiya bu mənada tütün istehsalına görə eləcə də Türkiyə fərqlənir. Şəkərli bitkiləri keçək. Şəkər qamışı və şəkər çuğunduru dünyada istifadə olunan şəkərin əsas xam malını şəkər qamışı təşkil edir. İxracatda şəkər qamışı üstünlük təşkil edir. Ona görə ki, onu daşımaq sərf edir. Onun tərkibində şəkərin miqdarı daha çoxdur. İsti rütubətli ərazilərdə əkilir, becərilir şəkər qamışı. Şəkər qamışının əsas ixracatçıları Braziliya, Kuba, yadda saxlayın, Avstraliya, əsas idxalçıları Avropa ölkələri, Yaponiyadır. Şəkər çuğunduru isə mülayim qurşaq bitkisidir. Bundan qabaq kətan demişdik. Kətanla eyni coğrafiyada, əsasən Şərqi Avropada. Rusiya, Ukrayna, Kanada, Belarus, bu kimi ölkələrdə Şərqi Avropa düzündə, bu ölkələrdə, bu regionlarda şəkər çuğunduru əkilir. Şəkər çuğunduru uşaqlar yadda saxlayın ki, şəkər qamışından fərqli olaraq şəkərin miqdarı az və ya tullantısı çox olduğuna görə dünya bazarından çox çıxarılmır və adətən şəkər çuğunduru plantasiyaların ətrafında donuzçuluq sahələri salınır ki, o tullantını donuza verib o tullantı qalmasın deyə. Həm şəkər qamışı, həm şəkər çuğunduru əkən ölkələr
Çin və ABŞ-dır. Burada həm tələbatın böyük olması, həm də aqroiqlim ehtiyatlarının hər iki sahənin inkişafına imkan verməsi ilə bağlıdır. Qəhvə. Uşaqlar, qəhvə əsasən tropik subekvatorial qurşaqda, bayaq dediyim kimi, isti rütubətli ərazilərdə əkilir, becərilir. Bu da köhnə dünyadan yeni dünyaya aparılan bitkilərdən biridir. Vətəni Efiopiyadır. Başlıca, baxmayaraq ki, vətəni Afrikadır, amma başlıca istehsalçılar, ixracatçılar Amerika ölkələridir. Deməli, əsas ixracatçılar Braziliya, Kolumbiya, ixracatçılar isə ABŞ, Qərbi Avropa ölkələridir. Kakao da buna bənzəyir. Kakao da tərsinədir. Vətəni Amerikadır, amma əsasən Afrika ölkələrində əkilir, becərilir. Deməli, Afrikada, vətəni Latin Amerikasıdır. Afrikada Qana, Kamerun, Kotivar, Cənubi Amerikada isə Braziliya, Ekvador, Kolumbiya, Venezuela qəhvə, kakao istehsalına görə bu ölkələr demək olar ki, eyni coğrafiyadır. Ekvatorial, subekvatorial ərazidə yerləşən rütubətli subekvatorial, rütubətli subtropik ərazilərdə, tropik ərazilərdə bu bitkilər əkilir, becərilir. Kartof. Kartof əsasən mülayim qurşaq bitkisidir. Bu da buğda kimi çöl, meşə çöl zonasında daha məhsuldar olur. O mənada deməli Şərqi Avropa, Çin, Rusiya, Hindistan kimi ölkələr fərqlənir. Həm də texniki bitkidir kartof. Deməli, tərəvəz istehsalında bəzi xüsusi məsələlər var. Tərəvəz istehsalında Çin, üzüm istehsalına görə İtaliya, banan istehsalına görə Braziliya, portağal və limona görə ABŞ, zeytun yığımına görə İspaniya, kauçuk istehsalına görə Cənub-Şərqi Asiya ölkələri, İndoneziya, Malayziya. Təbii kauçukdan yeri gəlmişkən qeyd edin, kimyada da xammal kimi istifadə olunan bir bitkidir. Təbii kauçuk əsas əkildiyi region Cənub-Şərqi Asiya və isti rütubətli ərazilərdə əkilir, becərilir. Bu da deməli bundan əlavə deməli Afrikanın, bir də Cənubi Amerikanın bənzər iqlimə malik olan ərazilərində əkilir. Xüsusilə fərqlənir Cənub-Şərqi Asiya. Böyle Heveya, burada xüsusilə qeyd etmişəm onu, Heveya ilə təbii kauçuk deməkdir. Cənub-Şərqi Asiyada olsa da vətəni Cənubi Amerikadır. Və iqlimə görə mülayim qurşağın bitkiləri kartof, kətan, şəkər çoğundurur. Subtropik qurşaqda üzüm, zeytun, sitrus bu mənada Aral dəniz iqlimə malik olan ərazilərdir. Bunlar haqqında xüsusi danışmadım çünki təbii zonalarda keçmişsiniz. Aral dəniz iqlimi hakim olan ərazilərdə üzüm, zeytun, sitrus, limon, portağal, naringi fərqlənir. Rütubətli ərazilərdə tropik, subekvatorialda isə qəhvə, kakao, çay, təbii kauçuk, dut, şəkər qamışı kimi bitkilər becərilir. İndi bəzi sualların cavabı, bu suallar hamısı topludandır. Sürətlə bəzi sualların cavabına baxaq, 10 dənə sualdır. Becərilən torpaqların daha çox sahə tutduğu düzənliklər. Deməli, A variantından işim yoxdur. B variantına Amazon ovalığı, aydın məsələdir ki, bataqlıq olan yerdə kənd təsərrüfatından danışmaq olmaz. C-də Kongo, D-də Amazon, Y-də yenə Amazon var. Sualın düzgün cavabı A variantı. A variantı oldu. Böyük Çin düzənliyi, Hindqang və deməli böyük düzənliklər. Bu ərazilərdə becərilən torpaqlar üstünlük təşkil edici. Sualın cavabı oldu A variantı. Getdik növbəti suala. Adam başına daha çox əkin sahəsi düşən, adam başı sualı varsa, aydın məsələdir, Çin, Hindistan burada mütləq çıxmalıdır. Əgər variantlarda varsa, məsələn Hindistan var variantda çıxıram. Ondan sonra digər variantlara baxıram. Bax, Niderland sahəsi çox kiçik bir ölkədir, hətta polderlər var orada. Orada adam başına çox torpaq düşə bilməz. Onun bənzəri Belçika üçün eyni əlamətdir və Yaponiya üçün. Deməli, sualın düzgün cavabı Y variantı. Baxıram ölkələrə, Avstraliya, Kanada, Rusiya, ABŞ həqiqətən də sahəsi böyük olan ölkələrdir. Getdim növbəti suala. Növbəti sual dünyanın torpaq fonunun tərkib hissəsinin sahəsinə görə azalan sırası. Bu çətin suallardan biridir. Qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunur. Deməli, A variantına baxıram. Becərilən torpaqlar burada məndən nə istəyir? Azalan sırası. Çoxdan aza. Becərilən torpaqlar ən azdır, 10-11% təşkil edir. Ən azdır, burada becərilən torpaqla bitər, başlamaz. Becərilən torpaq ən azdır, burada ikinci ola bilməz. Burada çıxdıq. Sonra burada C variantında az yararlı yararsız torpaqlar ən çox olandır, onunla bitə bilməz.
getdi. D variantında az yararlı yararsız torpaqlar, çəmən, otlaq, becərilir. Bu düzgün cavabdır. Y variantında becərilən torpaqla başlaya bilməz, becərilənlə bitməlidir. Deməli, az yararlı yararsız torpaqlar daha çoxdur, meşələr daha çoxdur. Bunlardan sonra isə ən az becərilən torpaqlar gəlir. Sualın düzgün cavabı D variantı olacaq. Getdik növbəti suala. Əkinçiliyin heyvandarlıqdan üstün inkişaf etdiyi ölkələr, əkinçilik daha çox olan Yeni Zelandiya inkişaf etmiş ölkədir, getdi. Digərləri də var, amma onlar istisna idi. Avstraliya, Monqolistan getdi. C variantı düzgün cavabdır. Avstraliya, Yeni Zelandiya getdi. Burada isə Peru dağlı ölkədir, getdi. Sualın düzgün cavabı C variantı. C variantında olan ölkələrdə həqiqətən də əkinçilik heyvandarlıqdan daha çoxdur. Növbəti sual. Suvarma əkinçiliyinin il boyu əsasən yayda və əsasən qışda. Burada mən təbii zonalarla bağlı bir sualdır. Deməli, il boyu. Muson meşələri il boyu deyil. Muson meşələrində yayda yağıntılı, qışda tətbiq olunur. A getdi. Ekvatorialda ümumiyyətlə əkinçilik söhbəti yoxdur. C variantı. Səhra yarım səhralar il boyu. Bəli, il boyu quraqdır. Colyarpaqlı meşələr Aral dənizi olan yayda doğrudur. Çünki orada yayda quraq olur. Savannalarda qışda, çünki savannalar yayda rütubətli, qışda tropik olur. C variantı düzdür. Tundra var, tundra da ümumiyyətlə yoxdur. Səhrada da il boyu tətbiq olunur. Sualın düzgün cavabı C variantı olacaq. Keçək 6-cı suala. Suvarma əkinçiliyinə görə fərqlənən ölkələr, suvarma əkinçiliyinə görə Kanadada suvarma olmaz qütb ətrafı ərazilərdir. Norveçdə eyni səbəbdən sildim. İndoneziyada ekvator boyda, orada suvarmaya ehtiyac yoxdur. Sualın düzgün cavabı olacaq 2, 3, 6 variant oldu. Y variantı. Növbəti sual. Cədvələ əsasən məhsuldarlığın artması. Məhsuldarlıq deyəndə 1 hektara düşən məhsuldan gedir söhbət. Ümumi məhsul budur, əkin sahəsi budur. 1 hektara düşəni tapmaq üçün ümumi məhsulu böldüm əkin sahəsinə. 700-ü böldüm 100-ə. Bu oldu 7. 1600-ü 4-ə böldüm, oldu 4. 1500-ü 3-ə böldüm, oldu 5. Məndən nə istəyir? Məhsuldarlığın artma, azdan çoxa. 2, 3, 1. 2, 3, 1 düzgün cavab olacaq. C variantı. Növbəti sual. Agrobiznes nədir? Agrobiznesi mən bayaq sizə dedim. Agrobiznesi aid deyil, aid olmayan. Bir-birlə əlaqəli olan kənd təsərrüfatı məsələləri cəmi. Kənd təsərrüfatı yox, burada sənaye filan da olduğuna görə bu aid deyil götürdüm. Mərkəzləşdirilmiş təsərrüfatda məhsul istehsalı ilə yanaşı emalı bu doğru fikirdir, götürmürəm. Dünya ölkələrində kənd təsərrüfatı intensiv və ekstensiv yoxdur. Səhvdir, götürdüm. Texnika və gübrə ilə təchizatı sistemli şəkildə düzdür, götürmürəm. İnkişaf etmiş ölkələr üçün xarakterikdir, düzdür, götürmürəm. Ölkələr ixrac etdiyi kənd təsərrüfatı məhsulunun miqdarını göstərir, təbii ki, bu səhv fikirdir. Aid olmayanlar oldu. 1, 3, 6. Növbəti sual. Ümumi torpaq fondunda becərilən torpaqların üstünlüyü təşkil edir. Bu suallar çox düşür. Torpaqlarda, otlaqlardan, deməli, becərilənlər otlaqlardan çox olsun. Bunun tərsi də düşür, becərilənlər çox olsun. Əfqanistan dağlıqdır, burada otlaqlar çoxdur. Fransa düzənlikdir, burada becərilən çoxdur. Məsələn, buğda istehsalına görə fərqlənir, üzüm filan. Hindistan düzənlikdir, bunu götürürəm. Türkmenistanda düzənlikdir, amma uşaqlar yarım səhra quru çöl olduğuna görə burada becərilən torpaqlardan daha çox heyvandarlıq üçün istifadə olunur. Səhvdir, getdi. Monqolistan da eyni səbəbdən səhvdir, getdi. Ukraynada becərilən torpaq çoxdur. 2, 3, 6 sualının düzgün cavabı bu maraqlı suallardan biri idi. Və sonuncu sual. Uyğunluğu müəyyən edin, Hebeya, pambıq, çay. Becərilməsində isti və quru iqlimlə yanaşı çoxlu su ehtiyatı tələb olunur. Təbii ki, bu pambığa aiddir. Pambıq A. Kimya sənayesində xam mal kimi istifadə olunur. Bayaq sizə dedim, Hebeya. Təbii şəraitlə bağlı Kongoda əkilmir, Misir, Sudanda əkilir. Pambıq. Əsas əkinlər tropik, subtropikin rütubətli. Rütubətli isə bu çaydır. Əsas becərilmə arealı Cənub-Şərqi Asiya olsa da vətəni Cənubi Amerika, vətəni Cənubi Amerika olan da təbii kauçuk. Sualın düzgün cavabı da belə olacaq cavabımız
1'e BY, 2'ye AS, 3'e D. Beləliklə biz sizinlə dünyanın kənd təsərrüfatının bitkisilik sahəsi və bəzi sualların izahı ilə tanış olduq. Sağ olun.